Salam dostlar, mən Ceyhun və bu gün yeni bir video ilə qarşınızdayım. Bu video sizə Google və YouTube reklamlarından necə qurtulmaq olar, yəni onları necə silmək olar, yəni bir dəfə siz səhifəyə girdiyinizdə reklamlar qabağınıza çıxmasın deyə nə etmək olar, onu göstərəcəm. İlk öncə Google-a girdik, Google web mağazası yazırıq bura. Yazdıqdan sonra belə bir səhifə açılacaq. Burada Chrome web mağazası uzantılar, Chrome Google olacaq. Bura bir dəfə klikləyirik. Kliklədikdən sonra görürsünüz, burada sol tərəfdə bir araşdırma, yəni axtarma yeri var. Bura biz adblock yazırıq. Bir dəfə enterlədikdən sonra belə bir şey çıxacaq. Burada birinci adblocku Chrome eklə deyirik. Uzantı eklə. Sonra ikinci adblock plus uzantı eklə. Sonra YouTube için adblock, onu da ekləyirik. Uzantı eklə. Sonra gözləyirik, tam aşağıda gördüyünüz kimi bu yüklənsinlər. Gördüyünüz kimi dostlar, burada gördüyünüz kimi burada aşağıda yüklənlidir hamısı. Yüklənəndən sonra belə səhifələr açılır. Səhifələrdən çıxın. Yəni bundan sonra Google'da və YouTube'da qabağınıza reklamlar çıxmayacaq. Əgər videonu bəyəndinizsə, videoya like atmağı, paylaşmağı və kanala abunə olmağı unutmayın.